Bu uşaqları yada salan oldu. Lək kəndində bu qədər iş adamları var, mağazası olanlar var, Rusiyada, Bakıda, digər rayonlarda yaşayan, Ləkin özündə olan imkanlı ailələr var. Məkkiyə gedən qardaşların, o uşaqları görüb kömək edən qardaşların Allah dadına yetsin. İnşallah sizə də köməklərinə tapılar. İnşallah. Əziz izləyicilərimiz, bütün məxluqatı yaradan uca Allahın adı ilə sizi salamlayırıq. Bərdən Lək kəndindəyik. Lək kəndində adanacaqlı və böyük ehtiyac içində olan ailə bizim kanalımıza müraciət edib və dolanışıq nöqteyi nəzərindən ehtiyaclı olduğunu bildirib və bütün Bərdə cəmaatından, Lək cəmaatından, bütün imkanlı şəxslərdən dolanışıq üçün kömək istəyir. Yaxınlaşaq ailə ilə yaxından tanış olaq, görək ailənin nəyə ehtiyacı var, ailənin sıxıntıları nədir, ailə necə dolanır, əsas tələbləri, xahişləri, istəkləri nədir. Elə girişdən də baxanda görür ki, hətta qapıları belə, dərvazaların girişləri yoxdur, çox çətin bir adanacaqlı bir vəziyyətdə yaşayırlar. İndi evi də yazıqlar, zülüm çəkib belə bir otaq düzəldiblər. Əsas dolaşıq cəhətdən ehtiyacları var. Yaxınlaşaq ailəni, yaxından söhbət edib ailənin dərdini dinləyək inşallah. Buyurun. Hoş gelmişsiniz. Salam aleykum. Hər vaxtınız xeyir olsun. Bayramınız mübarək. Məsələsin başına dönün. Gəl ağıllı, bayramınız mübarək olsun qadalanın. Gəl keçək evə, buyur, operator, yaxınlaşın. Elə başlarına salmağı bir otaqlar var. Əsas mən elə istəyirəm ki, dolanışıqlara dəstək və kömək lazımdır. Ramazan bayramımız mübarək olsun. Keçək otağa. Qoyub getməklə Gəlin buradan duraq, zəhmət olmaz. Operator bu tərəfdən çək, zəhmət olmaz. imkanım da çatmır ki, bu evin kreditini verməyə. Ayda 200 manat ödəyirəm. Hanım, siz əslən Lək kəndindəsiniz? Yox, özüm cumalardanam, cumalar qızıyam. Bərdən cumalar kəndindənəm. Amma özüm bu evi kreditlə almışam, danışıb. Nə qədər müddətli? Keçən yanvarın 30-dan yığılmışam. Keçən yanvarın 30-dan Evi necə aldınız buranı? danışdıq ev yiyəsi ilə, Ağdamlı idi. Gəldi dilindən kağız yazdı. Asan xidmətdə? Yox, öz evimizdə. Dedi ki, o iki uşağa görə mən bunu sağ kreditlə verirəm ki, ayda 200 manat ödə. Mən də danışmışam. Dedi, evin də pulu çatanda sənəti keçirdəcəm, sənin adına verəcəm. Nə qədər ödəmişsiniz, nə qədər qalır? Yanvar ayı 2000-i elə bir gələn ayda versəm 200 manat, 3000 gedir, 3000-i gedir. Neçəyə danışmışsınız? 9000-ə. 9000-ə eləmişəm. İndi mən də gedirəm çöllərdə işləyirəm, ona görə gəlirimiz yoxdur içərdə. Sahəyə də gedirəm. Nə bilim, gedirəm Xocavənddə ev qav yuyuram belə işlərə. İndi ikisi də ağlayır ki, bizi tək qoyub getməklə uşaq məktəbində. Balacalar neçə sinifdə Bu oxuyur? 2-də oxuyur, bu da 6-da oxuyur. Hansı məktəbdə? Lək məktəbində. Bərdən Lək Lək kəndində. Bu oxuyurlar. Qaradəmirçi məktəbində oxuyur, biri də Lək məktəbində oxuyur. Neçənci sinifdədir qaqaş? 6-cı sinif. Balaca? Balaca da 2-də oxuyur. İndi xanım, sizin hal-hazırda bax ürəyində, qəlbində Allah deyən, peyğəmbər tanıyan, bayrağımızı sevən, imkanlı şəxslərdən, xeyriyyətçi qardaşlarımızdan, xeyriyyətçi bacalardan, bütün imkanlara malik olan insanlardan bax bir Azərbaycan xanımı kimi, iki evladın anası kimi, bax gələcəyin əskəridir, gələcəyin iş adamları olacaqlar, böyüyürlər. Sıxıntı çəkməmək üçün siz bax xalqımızdan, Bərdəlilərdən, Azərbaycan xalqından imkanı olanlardan nə istəyirsiniz? Nə istəyirəm? Bircə dənə bax bu evincə, pulunuca mənə köməklik eləsinlər. Bir də işığı qonşu verir mənə. O da evi satlığa qoyub. Bir də işıq barədə heç nə istəmirəm.
Demək sizin eviniz Soğan əppək yedizdirəcəm, amma bax, bəli, yoxdur, qonşu çəkib. Bizə də bu işığı mənə kömək eləyəsən, bir də çəkilməsi üçün nə lazımdır sizə? bizə elə bir sotçikə pul lazımdır, 2000 pul istəyirlər. Deyirlər ki, evində qupçası yoxdur, qupça verilsin ki, biz sizə işıq eləyək, verək. Sonra getdim işıq idarəsindən danışdım, dedi 2000 versinlər, sənin adına bir dənə biz gətirək, işlənmiş sotçik qoyaq ki, bu uşaqlar... Kim dedi onu sizə? Bir oğlan var idi, o danışdı, belə dedi. Dedim, valla imkanım yoxdur, getməmişəm. Azər İşığın lək üzrə nümayəndəsi deyib onu sizə, yoxsa kim dedi? O da deyibdi. Deyib ki, gərək buranın qupçası ola, 2000-də pul keçirdəsən. Ki, bura sotçik qoyur. Sotçik qoyula, bəli. Bizə də burada bir tərtərdən bir qadın var, ev alıbdı, kartı verib mənə ki, bu uşaq qaranlıqda qalmasın, mən evi satana kimi sən o işıqdan istifadə elə. Qonşunun işığından istifadə edir. Bəli, baxa da Lək kəndinin icra nümayəndəsi, bələdiyyəsi bilir sizin bu vəziyyətdə yaşadığınızı, nəsə köməklik? Xeyr, bilmir. Ümumiyyətlə, bayramdan bayrama, bayram sovqatı mı və yaxud da nəsə gəlib? Xeyr, heç kim. Bu kəndin ziyalıları, xeyirxah insanları, Xeyirxah insan bizə də kimsə gəlib dəstək verir burada sizə? Elşən müəllim var, yardımçıdır. O da o düşəndə uşaqları görür yolda, əllərinə prodok verir. Bir dəfə də gəldi ki, mən kirada qalıram. Operativ danışa xahiş edirəm. 5 aydır ki, pulu ödəməmişəm. Gətirdi 300 manat evin kirasını verdi. Bir də gördü ki, bu uşaqlar susuz, açsız, qatıq orada turşuyur. Bir dənə xaladinlik gətirdirdim ha. Bircə dənə. O Ləkdəndə o Elşən müəllim. yox, Şirvanlıdandır, hardandır, yardımçı. Ha, Elşən qardaş, dostumuz Elşən qardaşdan. Elşən qardaş. Bir dənə bu uşaqları yada salan odur. Lək kəndində bu qədər iş adamları var. Mağazası olanlar var. Rusiyada, Bakıda, digər rayonlarda yaşayan, Ləkin özündə olan imkanlı ailələr var. Yəni onlardan da xahiş edirəm. Bərdədə imkanlı iş adamlarına, rayonumuzun çox hörmətli, dəyərli ziyalısı icra başçısından, mühafizə orqanlarından, adəti qurumlardan, idarə müdürlərindən xahiş edirəm. Kim bu çəkilişə baxırsa, elə Allah naminə, Azərbaycançılıq naminə bu ailəni tapsınlar, bu ailəyə kömək etsinlər. Bax, Bərdədə satış mərkəzləri var. Stora material satırlar. Baxın, görün, hesablayın, görün nə qədər qum gedər, nə qədər bura siment gedər. Patoloğuna baxın, nə qədər alçıpan gedər. Polunu vurmaq üçün nə qədər taxta gedər. Bax, bunun eləməyin özü də köməkdir. Kimin nə imkan çatırsa, Keçənləri uşaqları aldım. kimin nə imkan çatırsa, Allah rızasına, Peyğəmbər hörmətinə, şəhid hörmətinə, bayraq hörmətinə xahiş edirik, Allah rızasına bu ailəyə kömək etsin. Gör, biz Azərbaycan dövlətimiz maşallah dünyada ən qabaqcıl ölkələrdəndir. Görün, amma bizim 21-ci əsrdə belə bir azınacaqlı vəziyyətdə yaşayan Bərdənin kəndlərində belə ailələr var. Bəli, nə deyirdiniz? Uşağa görə odun gətirmişdim, tökmüşdüm. Odun yandırırıq. Gördüm ki, ev soyur, gətirdim, onları özüm düzmüşəm. O çornopol kimi, onu ki, suyuq olmasın. Suyuq qapıları yoxdur evlərin, suyuğa görə. Evinin qapısına baxın siz Allah. Evin qapısı da yoxdur, Baxın. özüm düzəltmişəm ki, uşağa suyuq olmasın. Görün, evin qapısı, 21-ci əsrdə evin qapısı Evin nə qapısı vəziyyətdədir? Buna baxın siz Allah. Yaxından seç operator. Yoxdur, evin qapısı. Yerdəki betondur. Bəli, betondur, Yerdəki betondur. betondur yer. Lazımdır ki, bura taxtadan pol olsun. Sonra bura alçıpan vurulsun. Divarlar sıvansın. Soğan yığmışıq üçümüzdə, uşaqla özüm. Sahələrdə baxın əzizlədilər. Sahələrdə bir ana iki körpə balası gedir sahələrdə soğan yığır. Soğan yığıb, Kətman vurur, alaq eləyir. gəp quruşda Gedir köməliyib. məclislərdə, yas məclislərində, xeyir işlərdə gedir qab qaşıq yox ki, yetər ki ölkəyə 2 dənə bala bölün. Biri var ana gedə məsəl üçün hardasa vaxtını xoş keçirər. Biri var ki, balasını böyütməkdən ötürü ana hər çətinliklərə, hər əzəbə, hər əziyyətə qatlaşır ki, balalarını böyüdüm. Belə gözəl ürəyə malik olmuş anaları da Azərbaycanımızın qeyrətli kişiləri, qeyrətli qardaşlarımız, analarımız, iş adamları tək qoymamalıdır və kömək eləməlidirlər. Bəli, gedib soğan yığdıq ki, evi, qabaq evi düzəldək, simentlədik. Oranı gücüm çatandan simentlətdim ki, uşağımı yığım içinə. Kirəni verə bilmirdim, ödəyə bilmirdim. Heç hardan da gəlirimiz yox idi. İndi 2 balaya görə Xocavəndə gedirəm işə, ondakı işdən Necə gedib gələsiz ora? gedib orada qalıram, 2 bala tək qalır. Ağlayırlar ki, ana biz evdə təkik, məktəbə gedə bilmirik, durub peçə qalaya bilmirik, çörək yeyə bilmirik. İndi bizim çəkilişə baxanlardan, Lək kəndinin ətrafından, Bərdədən bir iş olsa, işlə də siyasidə buralarda işləmək. Onlar Elə bir insanlar olar ki, xanımı işlə də təmin edirlər, işləyib balalarını dolandırır. Bax bu cəhətdə də kimin nə imkanı çatır, maddi cəhətdən, material cəhətdən,
dolaşıq cəhətdən Allah rızasına bax deyir evimi kreditdə götürmüşəm. Bax onun maddiyyatı lazım ki, ay vay pul ödəyə kreditdən azalsın. Bax bu cəhətdə də kimin nə imkanı var? Xahiş edirəm bax bu ailəyə kömək eləsinlər Allah rızasına. Allah Xanım kömək adınız, soyadınız, atanızın adını deyin. Bəxtiyarova İlahə Raqib qızı. Bərdaran Lək kəndində yaşayıram. 2 uşaq yedirəm. Deyin. Telefon nömrələrim 051 741 1069. Kim istəsə xanımla əlaqə sağlasın, Allah rızasına dəstək versin. Dəstək verəndə də bizə məlumat versin ki, ictimaiyyətə işıqlandıraq. Allah kömək Balaca, nə etsin. arzu, nə istəyən var qurban olum. Heç nə. Başına dönərəm. Görsün uşağın gözü soxluğunu görsün, deyirəm nə istəyirsən, deyir hissat. Amma belə körpə balalara dəstək olmalı lazım. Ağıllı bala nə istəyən qadanam, nə arzun istəyən Bizə də nə bizə köməklilik olsun, bu evimizi düzəltdirək. Qışda soyuq olur, yayda da belə yerin altında ilanlar gəzir. Çölə çıxmağa qorxuruq. Yerin altı betondur. Bizə də nə xahiş eləyirik ki, bizim evi düzəltdirsinlər. Gözəl əmlərdən, gözəl bilərdən kömək istəyirəm. Başıma dönərəm, nə olur, sana qadan alaram. Xalqımın bütün qəlbində Allah sevgisi olan millətimin hamısından kömək istəyirik. Allah heç kimi çətinlikdə qoymasın, Allah heç kəsi darda qoymasın. Bax, gəlin unutmayaq, əziz cəmaatımız. Quran-ı Kərimdə Allah buyurur ki, and olsun Allah yaxşı iş görənlərin mükafatını pis eləməz. Gəlin bu ailəyə də dəstək verək. Elə bu dünyada hörmət qazandığınız kimi, izzət qazandığınız kimi, gəlin etdiyiniz yaxşılığın mükafatında Allah da sizə axirətdə böyük mükafat versin. İnşallah inanırıq ki, bu ailəni də sevindirənlər olacaq Allahın köməkliyi ilə. İnşallah. Allah sizə yar olsun. köməklərində dursun qardaşlar. Amin. Hamısı kömək olsun ki, bu evin pulunu ödəyim. Oturmuşam içindəki bilim ki, ev mənimdir. Ödəyə bilmirəm deyin, gedirəm uşaq da yiyəsiz qalır, qorxur, qız uşaqdır. Bu gedir bu tərəf məktəbə, bu da belə gedir. Birdən məktəbə gedə bilmir, müəllim də mazən eləyir, deyir uşaq məktəbə gələ bilmir. O barədə də sıxıllam ki, evimin pulundan ötəri mən çöldəyəm. Allah sizə yardım olsun, başına dönün. Kömək olsun. Allah qardaşlarım, o Məkkiyə gedən qardaşların, o uşaqları görüb kömək eləyən qardaşların Allah dadına yetsin. İnşallah sizə də köməklərinə tapılar. İnşallah. Hı. 21-ci əsrdir. Baxın, Azərbaycan hər yerə qaz paylayır. Görün, 21-ci əsrdə baxın, görün, hardan gətiriblər ki, yaxından çək aparatur. Baxın, hamısı qırıq-qırıq taxtalardır. İmkan yoxdur ki, qaz çəkək, imkan yoxdur ki, normal bir odun yandırır. Başınıza dönərəm sizin, qurban olarım balalar. Televizorlara baxın. İnşallah sağ olun, bayramınız mübarək olsun. Sağ ol. Allah, səndən kömək istəyirik ey uca tanrım. Sən imkanlı insanların qəlbinə mərhəmətsiz sal.
bu ailəni sevindirsinlər. İnşallah ki, siz sevindirənlər də olar. Çünki Azərbaycan xalqının içində dəyərli insanlarımız çoxdur. Bayramımız mübarək, Allah'a əmanət olun. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.